çox yaralılarımızı vaxtında çatdırmağa çalışırdıq. Biz müəyyən bir təhlükəsiz zonaya çıxandan sonra onu mülki maşınlara götürürdü, mülki ambulanslara götürürdü. Hansı ki, onlar da hospitallara, xəstəxanalara çatdırırlar. Biz oradan xəstəxanaya da özümüz aparmırdıq ki, yarı yoldan qayıdaq, daha çox onu götürək. Biz çalışırdıq daha çox əskərlərimizin yanında olaq. Elpay Şükürov Lənkəran Müalicə Diaqnostika Mərkəzinin həkim nevroloqudur. Cənub bölgəsində hamı onu pasiyentlərinə sağlamlıq bəxş edən savadlı həkim kimi tanıyır. Müharibə başlayan gündən isə ön cəbhəyə gedib, həkim zabit kimi. Füzuli Xocavənd istiqamətində döyüşlərə qatılır. Amalı yaralı əskərləri xilas etmək olur. Öz həyatını təhlükəyə ataraq, güllə yağış altında onlarla yaralı əskərin həyatını xilas edir. Bütün həkim heyəti olaraq tapşırığı vaxtında çox sürətlə icrasına çalışırdıq ki, yəni dəqiqələr itirməyək, daha çox yaralı qutara bilək, daha tez çataq. Yaralıya köməyə gələnə də atəş açırdılar. Ən çox vurduqları da elə yemək aparan, həkim maşınları ən çox bizə atəş açırdılar ki, yaralıya çata bilməyək. Amma buna baxmayaraq, həkimlərimiz mərd-mərdana, heç bir şeydən qorxmayaraq, çəkinməyərək, mərminin altından, güllərin altından ta səngərin özünə ki, maşını sürürdü. Günümüz qanqada, təhlükəli anlarla keçirdi. Gözümüzün önündə yaralanan da olurdu, şəhid olanda. Ən sevincli anımız isə torpaqlarımızın işğaldan azad edilməsi xəbərini eşitməyimiz idi. Axı o qələbələr gözümüzün qarşısında baş verirdi. Qəhrəman həkimin onda bilməyəcəyi qürur verici məqamlar həm də əskərlərimizin ruh yüksəkliyi olub. Doktor, burada sarı, yenə vuruşum, məni dostlarından ayırma deyir. Yaralı əskərlərin hamısının tək xahişi belə idi. O cür ordunun, o cür ruh yüksəkliyi olan ordunun qarşısında heç bir düşmən dura bilməzdi. Çox güclü bir nəsil yaranıb, hansı ki, çox güclü bir döyüş ruhuna malikdir. Vətənpərvərlik ruhu onlarda çox yüksək olan bir nəsil yetişdirmişik. Bizim ordumuzun qarşısında yəqin ki, yaxın dövrlərdə dura biləcək başqa bir ordu olmayacaq. Oktyabrın 25-də qızğın döyüşlərin birində mərmi partlaması nəticəsində Elpay həkim də ağır yaralanır. 28 gün dayanmadan döyüş meydanından yaralı əskərləri təxliyə edən həkimin özü də döyüş meydanından çıxanda deyəcəyi sözləri belə olur. Kaş ki, yaralanmasaydım, daha çox əskərlərimizin həyatını xilas edə bilərdim, deyən qazimiz Şuşanın alınmasını, qələbə xəbərini də hospitalda eşidir. İlk gündən bilirdik ki, yəni özümüz şəhid də olsaq, dövlətçiliyimiz, dövlətimiz ailəmizin arxasında duracaq, uşaqlarımızın gələcəyini təmin edəcək. O tərəfdən demək olar ki, hamı rahat idi. 2 oğul, 2 qız atası olan Elpay həkim alnı açıq, üzü ağ ailəsinin doğmalarının yanına dönür. Onunla fəxr edirdim düzü. Evə gəldikdə onunla ilk görüşən mən oldum. Atamı qucaqlayan vaxtı insanın içində ayrı bir his doğuldu düzü. Sevinirəm ki, atamın da qabağın almasına payı var. Yüzlərlə yaralı əskərin xilaskarı olan Elpay həkimlə uzun illərdir bir yerdə çalışan məsləkdaşları da fəxr edir. Əskərlərimizin qayğısına qalırdı. Biz xəbər tuturdu hər yerdən. Bilirdik ki, orada yaxşıdır hər şey. Yaralanandan sonra özü də çox məyus olmuşdu ki, niyə yaralandım, yəni yenə də orada olmaq istəyərdi. Şükür Allaha qayıtdı, yaralı da olsa. Həkim qazimiz yenidən orduya qayıtmaq istəyir. Bu dəfə odun alovun içərisindən çıxarmış əskər dostlarını bağrına basmaq üçün qələbə qoxulu dostlarını. Pərvanə Əhməd qızı, Röya Qarabağlı, Rövşən Məmmədov, xəbərlər.